Salam, əziz, dəyərli, çox hörmətli izləyicilər, çox hörmətli dostlar, burada əyləşən, oturan dostlarımızı salamlayıram. Ekran qarşısında bizləri izləyən hörmətli, əziz izləyicilərimizi səmimi qəlbdən salamlayıram. Allah sizləri var eyləsin, Allah bərxudar eyləsin diləyirəm. Fəlsəfə tarixi dərslərimizin artıq 15-ci mühazirəsi, 15-ci bölümündə sizin qarşınızdayıq və bir dənə zəhmət olmasa kitabı, qardaş, bir dənə kitabı, orada, çünki sağ olun, nəyə görə? Burada biz, bəri başdan biz bilək ki, hansındayıq. Biz, misal üçün, keçən dərs bitirmişdik John Locke və Thomas Reid'i və bugün 15-ci otaqda fil səhifə 102. Bunları dostlar oxuyub, elə mənə də bildirirlər ki, oxuyuruq, özümüz qeydlər aparırıq, başa düşürük artıq tam olaraq nə demək istəyir. Səhifə 102, 15-ci hissədəyik. Çox təşəkkür eləyirəm. Deməli, sağ olun. Və biz belə deyim ki, ağıl və yaşayış silsilə çıxışımızın 9-cu çıxışındayıq. Biz artıq bir neçə çıxışdan sonra mən bunu bitirmək istəyirəm, ümumi olaraq, silsilə olaraq. Bu silsilə çıxışımızı bitirmək istəyirəm. Yeni bir mövzuya qədəm qoyarıq inşallah. Onsuz da bu dərsimiz 30 neçəyə qədər davam eləyəcək. Ağıl yaşayışı da bir neçə dərsdən sonra inşallah istəyirəm bitirim. Bugün 9-cu çıxışımızdayıq. İndi bu, biraz da gedişata baxır da bunun bitib-bitməməyi. Dəyərli dostlar, biz bugündən etibarən və belə deyək ki, bilirsiniz ki, bizim ümumi fəlsəfə tarixi dərslərimizdə kitaba sırf başdan oxumuruq, ağırlığı buna veririk. Ona görə bugündən etibarən mən istəyirəm ki, sırf əsas yerimizi buna ayıraq. Çünki dostlar da bunu xahiş eləyir. Bir çox izləyicilərimiz də bizə bunu bildirir. Ona görə 9-cu mühazirəmizin əsas mövzusu budur. Diqqətlə dinləməyinizi xahiş edirəm. 9-cu çıxışımızın əsas ana başlığı şükür və gözəllik haqqında olacaq. Biz burada gözəllik sırf zahiri gözəlliyə aid etmirik. Zahiri nədir? Yəni, xarici görünüşə aid etmirik. Artıq bu terminlər haqqında sizin məlumatınız var. Burada bizim əsas sualımız odur ki, gözəllik yalnız bizim baxdığımız şeydədirmi, yoxsa onu görə bilən qəlbdədirmi həmən o gözəllik? Yəni, bu mövzuyu biz ümumilikdə iki fərqli anlayışda biz birləşdirə bilərik, fərqli kateqoriyalara bölə bilərik. İndi oxuduğumuz, araşdırdığımız, bildiyimiz qədəri ilə, indi müəllimlərimizdən, dostlarım, belə deyək ki, ustadlarımızdan da öyrəndiyimizə görə keçmiş bizim böyük əsərlər var. Onları oxumağınızı xahiş edirəm, dəyərli izləyicilər. Böyük fəlsəfə əsərlər var. İnşallah ki, tövsiyə edirəm, onları oturun, oxuyun, bir mütaliə eləyin. Deməli, biz bu mövzuyu iki fərqli anlayışla birləşdirə bilərik. Gözəllik, gözəlliyi görmək, dərk etmək, şükür etmək və bunun nəticəsində də yaşayışı dəyişdirmək lazımdır. Yəni, nə demək istəyirəm? Gözəlliyi yalnızca görmək kifayət etmir. Onu görməklə yanaşı, onu dərk etmək, şükür etmək və bunun nəticəsində də həyat dəyişikliyinə gətirib çıxarmalıdır o gözəllik. Çünki insan bir gözəlliyə sahib olmaqdan əvvəl o gözəlliyi görməyi öyrənməlidir, dəyərli dostlar. Yəni, bu mövzulara sırf zahiri tərəflə deyil, batini tərəflə də baxmaq çox mühümdür. Misal üçün, buradan biz bir çox fəlsəfik suallar ortaya qoya bilərik ki, misal üçün, niyə bəzi insanlar gözəllik içində yaşadığı halda gözəlliyi görə bilmir?
Misal üçün, o xoşbəxtlik, gözəllik də nəyə deyirəm? Sırf o ailə içi xoşbəxtlik də buna biz misal olaraq deyə bilərik. Huzuru da misal olaraq deyə bilərik. Maddi rahatlığı da misal olaraq deyə bilərik. Savadı da deyə bilərik və s. Yəni, bəzi insanlar bütün bunların sahibi olduğu halda, belə deyək də, bunların dəyərini bilə bilmir, gözəlliyini görə bilmir, bunlara şükür edə bilmir. Çünki nə varsa Allahdandır, biz demişkən. Yəni, ümumi deyim budur. Yəni, şükür etmək lazımdır hər zaman. Çünki şükür yalnız əlimizdə olanlara görə minnətdarlıq etmək deyil. Şükür əlimizdə olanın əslində nə qədər böyük bir nemət olduğunu görə bilməkdir. Yəni, burada bir baxış açısı fərqi var. Yəni, baxanda bir fərqlə baxmaq lazımdır məsələyə. Yəni, yalnızca əlində olan şeyə minnətdarlıq hissi yox. Yəni, şükür etmək odur ki, yəni, sənin əlində olan şey nə qədər böyük neymətdir ki, sən ona sahibsən, ona şükür elə. Ən primitiv, heç bəlkə də yadımıza düşmür. Gözümüz görür, şükür etməliyik, böyük şükür etməliyik ki, dünyada nə qədər, bəlkə də milyonlarla şəxsin gözü görmür. Ayaqlarımız var, yeriyə bilirik, istədiyimiz istiqamətdə addımlaya bilirik. Bu sözlərin hamısı mənə də aiddir, dəyərli dostlar. Mən də təkrar öyrənirəm bunları. Şükür etməliyik. Yalnız, yəni, şükürü biz yalnızca maddiyyatda, şanda, şöhrətdə etməməliyik də bunu deyirəm. Elə bizim ən böyük sərvətimiz budur. Yəni, bu gözü, bu ayağı bir sərvətə dəyişərsinizmi? Dəyişmərsiniz. Bu baxış açısı var. Bu baxış açısından baxdığımız zaman artıq daşlar yerinə oturur. Bunu demək istəyirəm. Məsələ, buradakı ümumi məsələ bizim nə qədər gözəlliyi görə bilməyimizdədir, dəyərli dostlar. Və bunun nəticəsində insan gördüyü gözəlliyin sahibini dərk etdikcə artıq şükür etməyə başlayır. Yəni, bu gözəlliyin bir sahibi var, bunun bir yaradıcısı var. Gör, bu gözəli yaradan gözəl nə qədər böyükdür. Belə həmd sənə, əlhamdülillah. Bu prizmadan baxmaq lazımdır. Və bunun nəticəsində də insan gördüyü gözəlliyin sahibini artıq dərk etdikcə insan şükür etməyə başlayır. Çünki şükür neyməti saymaqdan əvvəl neyməti görmək deməkdir. Yəni onu görürsən, onu dərk edirsən. Və buradakı ümumi gözəllik nə deməkdir? Biz buna deyinək, dəyərli dostlar. Ümumiyyətlə, gözəllik haqqında danışmaq elə asan məsələ deyil. Bunu mən də deyirəm, indi şərh olaraq da yazırsınız, öz fikirlərinizi bildirirsiniz, təşəkkür eləyirəm. Amma gözəllik haqqında danışmaq asan deyil. Niyə? Çünki hər insanın gözəllik anlayışı çox vaxt fərqli olur. Məsəl üçün, filan kəs gözəlliyi fərqli bir şeydə görür. Mən gözəlliyi, məsəl üçün, fərqli maşın sürməkdə görürəm, filan kəs gözəlliyi, məsəl üçün, telefona baxmaqda görür, filan kəs, məsəl üçün, musiqi dinləməkdə görür. Ona görə dəqiq danışmaq burada mümkün deyil. Ona görə siz öz, belə deyək ki, daxili aləminizə və düşüncənizə uyğunlaşdıraraq bunu dinləyin, başa düşün, hər bir insan. Çünki bir insan üçün gözəl olan başqa biri üçün adi görünə bilər. Onun üçün gözəl olmaya bilər, ona görə deyirəm. Məsəl üçün, birinin gözəl hesab etdiyi musiqi digəri üçün gözəl olmaya bilər. Yəni, zövq məsələsi var da, belə deyək. Amma burada belə bir şey var ki, gözəlliyi yalnız zövq məsələsi kimi qəbul etmək də kifayət deyil, dəyərli dostlar. Yalnız bu prizmadan da baxmaq doğru deyil. Çünki gözəllik bəzən insanın şəxsi zövqündən də daha böyük bir şeydir. Yəni, sən ona sırf şəxsi zövqündən üstün görmə ki, mən bəyənirəm. Xeyr, onun dəyəri sənin o zövqündən də üstün ola bilər. Məsəl üçün, mərhəmət hissi, sədaqət hissi, ədalət hissi, fədakarlıq, dürüstlük, bunların hər biri müəyyən bir mənada gözəllikdir. Amma
bunların gözəlliyi rəngdə, formada, görünüşdə, bəzəyində, sənin zövqünə uyğun olmasında deyil. Onların gözəlliyi onun mənəvi dəyərindədir, mənəvi ucalığındadır. Sən maddiyyatı mənəviyyatdan üstün görə bilmərsən, görməməlisən daha doğrusu. Yəni, onların gözəlliyi mənəvi dəyərindədir dedik və bunun özü də gözəlliyin iki mühüm formasını bizə göstərmiş olur ki, bunlar görünən gözəllik və görünməyən gözəllik kimi. Ümumiyyətlə, bu gözəlliyin özünü də iki kateqoriyaya bölək gəlin, bir sadə dillə deyək. Biri var ki, görünən gözəllik, biri var ki, görünməyən gözəllik. İnsan çox vaxt birincini görür, ikincini isə dərk etmək üçün düşünməli olur. Yəni, zahiri görüb batinə enə bilmir. Zahiri dərk edib, batini dərk eləyə bilmir. Və buna görə də insan zehninin də öz-özlüyündə çox maraqlı bir xüsusiyyəti var. Çünki insan hər zaman təkrar gördüyü şeyə artıq alışır. Yəni, ilk dəfə gördüyümüz mənzərə bizi heyrətləndirə bilər. Amma bir neçə ay sonra ora təkrar getdiyimizdə ilk gördüyümüz hissləri artıq keçirməyə bilərik orada. Ona görə ilk baxışda olan baxış açısından baxmaq çox mühümdür. Mənim demək istədiyim budur. Yəni, əldə etdiyimiz imkan əvvəlcə böyük nemət kimi görünür, sonra həyatımızın adi bir hissəsinə çevrilir. Və bu proses insanın sahib olduqlarına olan münasibətini də bir qədər dəyişdirir. Yəni, o əldə etmiş olduğu nemət adiləşir. Əslində, o nemət öz-özlüyündə sonradan yox olmur. Yəni, sənin əlindən çıxandan sonra. Sadəcə, insanın ona baxış açısı dəyişir. Və ona görə məhz bu səbəbdən insan bəzən sahib olduğu şeyləri yalnız itirdikdən sonra qiymətini bilir. Bu, belə yazılıb. Çox gözəl cümlədir bu. Mən bunu xüsusi qeyd elədim. Ki, yəni, nemət insan gözündə adiləşir və bu səbəbdən insan bəzən sahib olduqlarını yalnız itirdikdən sonra qədrini bilməyə başlayır. Misal üçün, sağlam insan sağlamlığını, bax, bu cümlə də gözəl, sağlam insan sağlamlığını sağlamlığında düşünmür. Bəlkə də biraz mürəkkəb cümlə oldu, amma bir diqqətlə dinləməyinizi xahiş edirəm. Sağlam insan sağlamlığını sağlam vaxtı düşünmür. Amma xəstələnəndə, nə bilim, qrip olanda, indi lap böyük, Allah qorusun, iraq olsun, elə şeylər, amma normal xəstələnəndə sağlamlığın nə qədər böyük bir nemət olduğunu anlayır. Yəni, mən bayaq dediyim kimi, ayaqlar, misal üçün, bu ayaqlar yeriyir, şükür etmək lazımdır. Misal üçün, bu gözlər görür, buna şükür etmək lazımdır və belə sair. Şükür nədir? Şükürə də bir öz-özlüyündə deyinək. Şükür, belə deyək ki, yalnızca dildə söylənən minnətdarlıq hissi deyil, minnətdarlıq ifadəsi deyil, daha doğrusu belə deyək. Amma yalnız sözdən ibarət deyil bu şükür. Yəni, əgər insan dili ilə şükür edib, lakin sahib olduğu nemətin qiymətini anlamırsa, burada şükürün yalnızca zahiri forması vardır. Zahiri forma da o dildə, loru dildə deyək də, çətin cümlələr qurur. Loru dildə deyirəm da şükür. Yəni, onu belə deyək ki, əməldə göstərmirəm. Yəni, mən deyirəm. O söz var, misal üçün, mən bunu çox eşitmişəm, bir çox ustadlardan eşitmişəm ki, deyirlər ki, çətin tərəf qalib olduqdan sonradır, deyir. Əsas qaliblik o deyil. Misal üçün, bir idmançı idmana çıxmazdan əvvəl, indi yalnızca idmançıların şəxsinə demirəm, ümumi də götürə bilərik. Bir idmançı yarışa çıxmamazdan əvvəl dua eləyir, belə elə ki, Allahım, udum, bunu eləyim, onu. O asan mərhələdir. Çətin mərhələ, o yarışı udduqdan sonra onu özündən yox, Allahdan bilməyindir. Mən keçən də verilişlərimizdə nə dedim? Yol səndən, zəfər Allahdandır.
Bax, onu deməkdir əsas. Yəni, nəfsimizin bizə qurduğu tələdən istifadə etməməli. Çünki o mənəmçilik insana təkəbbür və egodan başqa heç bir şey vermir. Bunu demək istəyirik. Bəs həqiqi şükür nədir, dəyərli dostlar? Həqiqi şükürü də biz 3 mərhələyə bölə bilərik. Gəlin 3 mərhələdə bunun izahını verək. Həqiqi şükür, 1. Neməti görməkdir. 2. Nemətin qiymətini dərk etməkdir. 3. Nemətdən düzgün istifadə etməkdir. Baxın bu. Bundan o tərəfə özümüzü çətinə salmağımıza ehtiyac yoxdur. Yəni, neməti görək, o nemətin qiymətini bilək və o nemətdən düzgün, haqq yolunda istifadə edək. Misal üçün, insana elm verilibsə, bu elm insana bəxş olunubsa, həmin elmi faydasız şəkildə saxlayıb, insanlara fayda verməməsi, bu artıq dildə şükürdür. Amma bir insana elm verilibsə, yəni bu düşüncə, bu şüur verilibsə, amma həmən elmi faydasız şəkildə saxlamayıb, insanlara fayda verməsi üçün istifadə edilirsə, baxın, bu həqiqi nemətin qədrini bilmək deməkdir, şükür deməkdir. Biz bunu bir digər, belə deyək ki, misallardan göstərə bilərik. Yəni, insana istedad verilibsə, həmən istedadı inkişaf etdirməsi və insanlara fayda verməsi həqiqi şükürün bir formasıdır. Yəni, deməli, xülasə, şükür neməti sadəcə qəbul etmək deyil, nemətin haqqını verməkdir, dəyərli dostlar. Yəni, mənim demək istədiyim budur. Yəni, çünki o gözəlliyi görmənin özü də bir qabiliyyətdir, dəyərli dostlar. Misal üçün, bunu belə bir misalla yazmışam. İndi mən buradan oxuyuram, əvvəlcədən o danışacağım şeyləri buradan oxuyuram, onu sonradan qeyd edirəm ki, problem olmasın. Misal üçün, bunu belə bir misalla izah eləyək də, eyni küçədə 2 fərqli insan keçir. Biri yalnız tələsiyərək, heç bir şeyə baxmadan düppələndüz gedir. Amma digəri isə ağacların, məsəl üçün, güllərin rənglərini, səhərin işığını, havanın qoxusunu, insan üzündəki ifadəyə baxır. Əslində, ikisi də eyni yerdədir. Amma onların yaşadığı dünya eyni deyil. İndi deyə bilərsiniz, nə deməkdir? Yəni, dünyada yer kürəsində yaşayır. Xeyr, söhbət o dünyadan getmir. Belə deyək ki, nə demək istəyirəm? İnsan yalnız gözləri ilə görmür dəyərli insanları. İnsan diqqəti ilə də görmüş olur. Yəni, bir şeyi görmək üçün ona yalnız baxmaq kifayət demək deyil. Yəni, gözəlliyi görmək də bir diqqət tələb edir. Bir yaradıcı düşüncə, Aristotelin, baxın, bu qurmuş olduğu qanun ona görədir. Yaradıcı düşüncə təfəkkürünə malik olmalıdır ki, artıq bəli, Aristotel odur. Aristotel düşüncəsinə uyğun biz yaşamalıyıq, çalışmalıyıq. Xülasə, bitirirəm, dəyərli dostlar. Belə deyək ki, yəni, mənim demək istədiyim odur ki, gözəlliyi görmək üçün o gözəlliyi görəcək qəlb gözü lazımdır. Baxın, normal göz yox, qəlb gözü. Gözəlliyi görmək üçün qəlb gözü lazımdır. Dərk etmək üçün qəlb gözü lazımdır. Yalnız bu gözlə baxmaq kifayət etmir. Baxın, o zaman artıq həyatın mənalandığını görmüş ola bilərik və ki, bizim ali hədəfimiz ki var, kamil bir şəxsiyyət olmaq üçün. Biz əvvəlki verilişlərimdə də dediyim kimi, kamal bir şəxs, kamil bir şəxs olmaq istəyiriksə, bu yola gedən, bu hədəfə gedən yolda bizə sağlam şəxsiyyət lazımdır. O sağlam şəxsiyyəti qurmanın yollarından biri kimi də bugünkü verilişimizdə bunu dedik. İnşallah ki, hər şey sizə aydın. Kitaba deyinimmi, yoxsa nə deyirsiniz? Kitaba deyinməyim, ha? Kitaba dəyərli izləyicilərdə deyinmirik bugünkü verilişimizdə. Amma bunların özü də bir tarixdir da demək. İndi deyəcəksiniz, video dərs başlığından uyğun deyil. İnanın, elə o kitabda oxuduqlarımız da elə. Mən o kitabı oxuyub bu yazıları qururam da. Yəni, mən burada özümdən bir şey yazmıram ki. Hamısı bizim qədim filosoflarımızın əsərlərinin əsasında yazılan qeydlərdir.
Hə, bəli, bəli. Ona görə kitabı onda deyinməyək. Dostlar deyir ki, oxumuşuq. İndi izləyicilərimizdən də elə ürəklər gəlir. Dəyərli dostlar, ümid edirəm ki, hər şey aydın oldu. Əgər ki, qüsurumuz oldusa bizi əfv edin. Gözəl, xoş sözlərinizə görə oxuyuram, sizə təşəkkürümü bildirirəm. Mənə gələn zənglərə, mesajlara görə çox təşəkkürümü bildirirəm. İnşallah ki, gələcək verilişlərimizdə, dərslərimizdə görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.